Herkese salam. Bugün sizinlə birlikdə 5-ci sinif ingilis dili səhifə 96 və 97-yə işləyəcəyik. Gəlin başlayaq. Writing. Gördüyünüz kimi qarşımızda bir dənə email var. Yəni bir dənə email məktubu. Göndərən Sam Hansdır. Pet Smith'e göndərib. Mövzusu isə idman dərsidir. Gəlin oxuyaq. Dear Mr. Smith. Hörmətli Mr. Smith, I am Sam, and I am writing to you suggest a new activity for our PA class. Mən sizə onun üçün yazıram ki, idman dərsinə yeni bir aktivite əlavə edəsiniz. My favorite sport is basketball. Mənim sevimli idmanım basketboldur. This is a good activity for our PA class, because we can back strong. Bizim idman dərslərimiz üçün çox qəşəngdir. Çünki biz daha güclü ola biləcəyik. Develop our muscles and work with condition. Öz əzələrimiz daha böyük olacaq, daha güclü. Və takımla işləməyi bacaracağıq, yəni qrup halında işləməyi. Basketball is an activity that we can do in the gymnasium. Basketball elə bir aktivitedir ki, biz idman ruhumuz olsun ki, onu edək. It is a good activity because we can improve teamwork and have fun. Bu çox gözəl bir aktivitedir. Çünki bizim takım ruhu ilə işləyəcəyik və birlikdə qəşəng vaxt keçirəcəyik. Best wishes, Sam. Xoş arzular ilə Sam. Mətni oxuduğumuza görə gəlin indi keçək birinciyə. Read and listen to the email and answer the question. Yuxarıda verilən emaili oxuyun və sorulara cavab verin. Who is writing the email? Emaili kim yazıb? Gördüyümüz kimi emaili Sam yazıb. Həm bunu burada, həm də burada qoya bilərik. Onun üçün yazacağıq ki, Sam. İki. Who is recovering the email? Bu email kimin üçündür? Burada gördüğümüz gibi Mr. Smith burada da yazılıb. Yazacağıq ki, Mr. Smith. Gəlin keçək ikinciyə. What's the main idea in the email? Bu emaildə verilən əsas fikir nə idi? Birincisi, to propose basketball asa PA activity. Yəni idman dərsini bir dərs kimi idman dərsinə basketbol dərsinə əlavə edilməsi. To express our students' options. Bütün şagirdlərin fikirləri cəmlənməsi. To show how PA classes can be fun. Deyir ki, idman dərsinin daha qəşəng keçməsinin üçün idi. Gördüyümüz kimi burada əsas məqsəd basketbolu idman bir dənə aktivite olaraq dərsi saymaq idi. Onun üçün burada birinciyi seçəcəyik. İndi gəlin keçək üçüncü tapşırığa. Number the parts of the email from 1 to 4. Deyir ki, buradakı verilən sözləri rəqəmlərə uyğunlaşdırın. Creating samlamadır. Yəni mətnin əvvəlinə gəlib samlama. Gördüyünüz kimi burada samlama Dear Mr. Smith ilə olur. Yəni hörmətli Mr. Smith. İndi ikinci. Introduction. Introduction yəni məlumat. Bu nə olacağı haqqında, yəni kimdən göndərildiyi məlumatdır. Burada gördüyünüz kimi birincidir. Yəni kimdən kimə göndərilir. Ondan sonra yazacağıq ki, 1. Bu, yəni closing. Closing qapanışdır. Yəni ən sonda verilən, məsələn, burada best wishes Sam. Xoş arzular Sam'dir. Subject isə mətnin əsas ideyasıdır. Yəni mətnin naqlidir. Gördüyünüz kimi subject bu hissə idi. Yəni 3 nömrəli hissə. İndi gəlin keçək 4-cüyə. Read the look box underline. Example of because in the mail. Buradaki look'u oxuyun.
Because ilə istifadə edilən cümlələrin altına xətt çəkin. Gəlin oxuyaq. Use because to give a reason why. Bir dənə nəsə üçün səbəb vermək istəyərkən because-ın istifadə edin. I am writing to you because. Mən sənə yazıram çünki. Because-ın mənası çünkidir. Gəlin indi baxaq mətnə. Mətndə gördüyümüz kimi because cümlələri var. Gəlin birini işarətləyək. Gördüyünüz kimi bu cümlədə because sözü istifadə olunur. Başqa bir because olan cümlə isə budur. It's a good activity because. Yəni because cümlələri çünki cümlələridir. This is a good activity for PE class because we can become strong. Bu bizim idman dərsimiz üçün çox yaxşıdır. Çünki biz daha güclü ola biləcəyik. It is a good activity because we can improve teamwork. Bu çox gözəl bir aktivitədir. Çünki biz daha yaxşı bir-birimizlə işləyib və qəşəng vaxt keçirəcəyik. İndi keçək 5-ciyə. Plan an email. Giving a suggestion for a new activity in PE class. Bir də email fikirləşin və bunu öz idman dərsinizə uyğunlaşmasını istədiyinizi yazın. Yəni hansı idman dərsinin, yəni hansı aktivitenin idman dərsinizə uyğunlaşmaq qatmaq istədiyinizi yazın. Birincisi, think about activities you like. Öz sevdiyiniz xoş aktivitelər haqqında yazın. Məsəl üçün basketbol yaza bilərik elə, ya da soccer və s. İkincisi, use Sam's email as a model to plan your text. Sam'ın emailini öz email üçün model kimi, yəni bundan əslənərək yazın, götürün. Üçüncüsü, write the first version of your email. Öz emailin ilk halını oxuyun. Make sure you include the parts of an email in Excel too. Üçüncüdə verilən bütün əsas hissələri öz mətninizdə barındırdığınızdan əmin olun. Yəni greeting, salamlamaq, closing, qapanış, subject, əsas hissə, introduction, yəni bunun nə haqqda olacağıdır. 6-cı, check presentations with a partner and check his her work. Deyir ki, bir dənə dostunuzun elədiyi işə baxın. Use checklist below. Yəni baxın ki, əgər dostunuz işlədiyi emaildə bunlardan hansılar var idi. Bu siz özünüz dostunuzla işlədiyiniz emailə baxa biləcəksiniz. Məsələn, əgər closingi var isə closingi işarə bilərsiniz. Greeting, yəni salamlama var isə salamlamaya işarə bilərsiniz. Bunları siz özünüz yazacaqsınız. İndi keçək 97-ci səhifəyə. Birinci. Match the sentence 1 to 4 with the images. Deyir ki, verilmiş şəkillərlə verilmiş cümlələri uyğunlaşdırın. Gəlin baxaq. Birinci. This is my favorite coat. It is nice. Bu mükəmməl bir cəkətdir. Bu çox xoşuma gedir. Gördüyümüz şəkillərdə ancaq bir qız, B variantındakı qız cəkət geyinib. Onun üçün buraya yazacağıq ki, 1. 2. I am wearing a red shirt. I love it. Mən qırmızı bir paltar geyinirəm və bu mənim çox xoşuma getdi. Gördüyünüz kimi qırmızı paltar sadəcə A variantdakı qız geyinib. Üçüncüsü, I like informal clothes. This sweatshirt is cool. Mən normal paltarları çox xoşlayıram. Bu sweatshirt daha çox qəşəngdir. Gördüyümüz kimi sweatshirt geyinən tək qız C variantındakidir. 3 yazacağıq. Dördüncü, I am wearing my new pants. They are great. Mən yeni şalvarlarımı geyinirəm. Bunlar mükəmməldir. Gördüyümüz kimi şalvar geyinən tək şəxs isə D variantındakidir. İndi gəlin ki, ikinci tapşırığa. Look at the images. What do you wear in the situations below? Aşağıdakı şəkillərə bax. Əgər siz belə bir halda olsanız, nə edərdiniz? Bu yenə sizin öz fikrinizdir. Gəlin izah edək şəkilləri. Birinci şəkildə gördüyünüz kimi bir dənə ailə restorana gedib.
İkinci şəkildə gördüyümüz kimi uşaqlar yığışıb nəsə haqqında öyrənirlər. Yəni bir dərsdədirlər, aktivitetədilər. Üçüncüsündə isə gördüyünüz kimi iki uşaq birbirləri ilə top oynayırlar. Gəlin indi uyğunlaşdırıb yazaq. Gördüyünüz kimi cümlələri yazdım. Gəlin oxuyaq. I will wear a sweatshirt and jeans. Mən bir sweatshirt və cins şalvar geyinəcəyəm. İkincisi, I will wear a white shirt and white pants. Mən ağ bir köynək və ağ bir şalvar geyinəcəyəm. Üçüncüsü, I will wear a t-shirt and shorts. Mən futbolka və şort geyinəcəm. Bunlar əlbəttə ki, mənim öz fikrimdir. Siz öz fikirlərinizə uyğun olaraq yazacaqsınız. İndi gəlin keçək üçüncüyə. Find the odd one out. Buradakı artıq olanı seçin. Birincisi də özü yazıb. Surf, swim, dance. Surf sörf etməkdir, swim üzməkdir. Dance rəqs etməkdir. Biz həm sörf etməyi, həm də üzməyi də dərsdə edirik. Amma dərsdə rəngisi etmirik. İndi ikinci. Run, ice skate, ski. Run qaçmaqdır, ice skate. Yəni buz patinləməkdir, ski isə xizək sürməkdir. Biz ice skate-dən skate-ə qallı havada deyəcəyik. Amma run, yəni qaçmağı istədiyimiz vaxt edə bilərik. İndi keçək üçüncüyə. Voleybol, surf, soccer. Voleybol, voleybol oyunudur. Surf, sörf eləməkdir. Soccer, futboldur. Gördüyünüz kimi bu da artıq sörfdür. Yəni biz həm voleybol oynayanda da qürur yerdə oynayırıq, futbol oynayanda da. İndi dördüncü. Top, boots, socks. Top, papaq, kepka kimidir. Boots çəkmə deməkdir. Socksdan askı. Biz gördüyümüz kimi həm bootsu, yəni çəkmədən askılar ayağımıza giyinirik. Amma top, yəni bir dənə kepkayı ayağımıza giymirik. İndi keçək dördüncü tapşırığa. Complete the sentence. Cümləyi tamamla. Don't drink soda. İkincisi özümüz yazacağıq. Don't go to bed late. Yəni geç yatmağa getmə. Üçüncüsü. Do your exercise. Yəni öz məşğələni et. Dördüncüdə isə don't eat junk food. Yəni ziyanlı yeməkləri yemə. İndi gəlin keçək beşinciyə. Make the sentence with information in parentheses. Aşağıdakı verilmiş cümlələri burada verilən parantezlərə görə düzgünləşdirin. Birincisi də özü bizə verib. I am wearing a t-shirt. Mən t-shirt geyinirəm. Bu da mənfi, yəni mənfi mənada shirt isə köynək. Və yazacağıq ki, I am not wearing a t-shirt. I am wearing a shirt. İkincisi, she is not wearing boots. Yəni o düzgün variant olacaq ki, she is wearing boots. Yəni o çəkmələrini geyinir. İndi üçüncüsü. Üçüncüsü gördüyünüz kimi mənfi mənadır və cins sözü vardır. They are wearing shorts. Onlar şort geyinir. Bu cümlədə isə olacaq ki, onlar şort geyinir, yəni şort geyinmir. Onlar cins geyinir. Dördüncü cümlə. We are not wearing white t-shirts. Biz ağ t-shirtlar giymirik. We are wearing white t-shirts. Biz ağ futbolkalar giyinirik. Gördüyünüz kimi bugün sizinlə birlikdə səhifə 97 və 96-nın izahlarını elədik. Gələcək videolarımızda görüşmək ümidi ilə. Hələlik.